Vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilər. Son dəqiqə xəbəri ilə qarşınızdayıq. Deməli, bildiyiniz kimi metroların müvəqqəti olaraq dayanması ilə bağlı xəbərlər yayılıb. Daha sonra isə agentlikdən məlumat verilib. Hazırda təmas reysində yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür deyə açıqlama verilib Bakı metropolitenindən. Qafqazinfo xəbər verir ki, bu barədə Bakı metropoliteninin yaydığı növbəti açıqlamada qeyd olunur ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Xatırladaq ki, hazırda Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilir. Buna səbəb isə bu gün saat 12:10-da yox, 12:10 nədir? 10:10. Buna səbəb isə bu gün saat 12:10 radələrində Ulduz Nərimanov mənzilində təmas reysində yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır.